Salam, hörmətli tələbələr. Mən Ağayeva Günay, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqı Hərəkatı və Sosial Fənlər Kafedrasının müəllimiyəm. Bugünkü mövzumuz sosial psixoloji fikrin təşəkkül tarixidir. Gördüyünüz kimi planda 3 yarım başlıq var. Sosial psixoloji təfəkkürün əmələ gəlməsi, inkişafı və tarixi məsələlərinə dair sosial psixoloji ideyaların inkişafı birinci dövr. İkinci, sosial psixologiyanın müstəqil elm sahəsi kimi formalaşması ikinci dövr. Üçüncü, sosial psixologiyanın eksperimental elm kimi inkişafı üçüncü dövrdür. Sosial psixologiya öz inkişafında 3 dövrə əhatə edir. Birinci, fəlsəfə və psixologiya sahəsində sosial psixoloji biliklərin inkişafı eramızdan əvvəl 6-cı əsrdən başlayaraq 19-cu əsrin ortalarına qədərki dövrə əhatə edir. İkinci, fəlsəfə və psixologiya sahəsində nisbətən müstəqil bilik sahəsi kimi təsviri sosial psixologiyanın formalaşmasıdır. 20-ci əsrin 50-60-cı illəri 20-ci əsrin əvvəllərinə qədərki dövrə əhatə edir. Üçüncü dövr sosial psixologiyanın eksperimental elm kimi inkişafıdır. Sosial psixologiyanın üçüncü dövrü eksperimental elm kimi inkişafı özü də 2 mərhələni əhatə edir. Birinci mərhələ 1908-ci ildə Mark Dogan'ın sosial psixologiyaya giriş və Rossonun sosial psixologiya dərslikləri nəşr olunduğunu nəzərə alaraq birinci mərhələnin başlanma tarixini həmin illərdən hesablayırlar. Lakin bu mərhələ əslində Birinci Dünya müharibəsindən sonraki illərdən başlayır və 1945-ci ilə qədərki dövrü əhatə edir. İkinci mərhələ isə psixologiyanın müasir inkişaf proseslərini əhatə edir. Bu mərhələ isə İkinci Dünya müharibəsindən sonra başlayır və bir çox yeni xüsusiyyətlər ilə xarakterizə olunur. Digər sualımız ikinci dövrdür. Birinci dövrdən fərqli olaraq ilk sosial psixoloji tədqiqatlar məhz ikinci dövrdə aparılmış və bir sıra sosial psixoloji nəzəriyyələr inkişaf etməyə başlamışdır. Bu nəzəriyyələrdən biz qeyd edə bilərik Lassalle və Steintalın xalqların psixologiyası, Levon və Siegelin kütlə psixologiyası, Mark Dogan'ın sosial davranış instinktləri nəzəriyyəsini qeyd edə bilərik. Sosial psixologiya ikinci dövrdə Avropa psixoloji fikir ənənələri çərçivəsində inkişaf etmişdir. Hansı ki, birinci nəzəriyyə Almaniyada əmələ gəlmiş, inkişaf etmişdir, xalqların psixologiyası. İkinci əsasən Roma ölkələrində, İtaliya, Fransada inkişaf edib kütlə psixologiyası. Üçüncü isə İngiltərədə meydana gələn davranış instinktləri haqqındakı nəzəriyyələr məhz həmin dövrdə sosial psixologiyanın əsas mənbələri hesab olunur. Sosial psixoloji nəzəriyyələr içərisində diqqəti cəlb edən xalq psixologiyası haqqında mülahizələrdir. 1860-cı ildə Lassalle və Steintal xalqların psixologiyası haqqında ilkin mülahizələr adlı məqalələrində fərqlə cəmiyyət arasındakı münasibət məsələsinə toxunmuş və bu münasibətlərin sosial psixoloji məzmununu açmağa çalışmışlar. Müəlliflərin fikrinə əsasən insan yalnız özünə bənzər varlıqlarla qarşılıqlı münasibətdə olduğu zaman daha arzu etdiyi və istədiyi şəkildə davranır. Yəni, insan başqa insanlar içərisində onlarla qarşılıqlı əlaqə və münasibətlərdə öz insani mahiyyətinə uyğun olaraq hərəkət edə bilər. Bu ideya sonralar psixologiyanın banisi hesab olunan Wilhelm Wundt tərəfindən xalqların psixologiyasına aid geniş materialın yığılması və şərh edilməsinə müəyyən bir təkan olmuşdur. Sosial psixologiyanın müstəqil bir bilik sahəsi, müstəqil bir elm sahəsi kimi ayrılmasına bilavasitə təsir edən başlıca amil həmin dövrdə sosioloqların, yəni 19-cu əsrin ortaları və əsrin sonuna doğru əmələ gəldiyi, yaratdıqları əsərləri olmuşdur. Bu cəhətdən də Tartın təqlidin qanunları, Levonun xalq kütləsi psixologiyası kitablarını xüsusilə qeyd edə bilərik. Hansı ki, həmin sosioloqlar cəmiyyətin həyatında iqtisadi qanunların təsirini ya tam, ya da qismən inkar edərək bütün ictimai hadisələri psixoloji hadisələr kimi izah etməyə çalışmışlar. Onların mülahizələrinə görə kütlə prinsipi etibarilə başsızdır, intizamsızdır. Yəni, onun müstəqil olaraq müəyyən qayda-qanun yaratmaq iqtidarında da deyildir. Bu baxımdan da kütləyə mütləq şəkildə bir rəhbər başçılıq etməlidir ki, hansı ki, həmin rəhbər də kənardan gələrək kütlə içərisində müəyyən bir qayda-qanun yaratmalıdır. Sosial psixologiyanın
müstəqil elm sahəsi kimi təşəkkül tapdığı bir dövrdə sosial psixoloji hadisələrə yanaşmada iki cür fikir ayrılığı mövcud idi. Birinci psixologiyadan sosial psixologiyaya gedən alimlər çalışmışlar ki, fərdi empirik psixologiyanı xalqın fövqəlfərdi ruhun təzahürü olan ali psixi hadisələr haqqında məlumatlarla zənginləşdirsinlər. İkinci fikir ayrılığı, yəni istiqamət nədən ibarət idi? Kont və Spencerin sosiologiyasına istinad edən tədqiqatçılar olmuşlar ki, onlar çalışıblar ki, ictimai hadisələri psixi hadisələrə aid etsinlər və onları həmin zəmində də başa düşsünlər. Sonralar isə artıq bu iki təkamül daha da bir-birinə yaxınlaşmağa və daha da bir-birinə qovuşmağa başladı və sosial psixologiyanın ikinci dövrdə sürətlə inkişaf etməyə başlaması elm və ictimai tərəqqi ilə bağlı oldu və dövrün özünün sosial tələblərindən yaranmağa başladı. Bir tərəfdən həmin dövrdə sosiologiya və psixologiya müstəqil bir elm sahəsi kimi formalaşır. Digər bir tərəfdən isə sosiologiyada psixoloji istiqamət, psixologiyada isə sosioloji istiqamət yaranmağa başlanır. Bununla yanaşı eyni zamanda dilçilik, antropologiya, etnoqrafiya, arxeologiya kimi elmlərin inkişafı müəyyən sosial-psixoloji problemlərin həllini də tələb edirdi. Sosial psixologiyanın müstəqil bir elm sahəsi kimi formalaşması dövrün özünün sosial tələblərindən nəşət edirdi. Kapitalizm cəmiyyətində ictimai münasibətlər kəskin antagonist xarakter almışdı. Marks və Engels tərəfindən dialektik və tarixi materializmin yaradılması ilə ictimai fikir tarixində yeni bir mərhələ başladı. Digər sualımız, üçüncü sual, sosial psixologiyanın eksperimental bir elm kimi inkişaf dövrüdür. Bu sahədə ilk addımları Alman psixoloqu Myote və Amerikan psixoloqu Olpert atmışlar. Konkret tədqiqatlar əsasında sosial psixoloqlar fəhlələrlə sahibkarlar arasındakı gərginliyi müəyyən qədər zəiflətməyə, məhsuldarlığı artırmağa və seçkilər zamanı ayrı-ayrı xadimlərin çox səs almasına nail ola bilmişlər. Qrupların yaxud qrup dinamikasının tətbiq edilməsinin əsas təşəbbüskarı bildiyimiz kimi Moreno olmuşdur. O, həmin qrupları tətbiq etmək üçün sosiometriya metodundan istifadə etmişdir. Onun tədqiqatının nəzəri əsasları bir sıra ciddi nöqsanlara malik olmuşdur. Lakin buna baxmayaraq, onun təklif etdiyi tədqiqat metodu və materialların təhlil yolları xüsusilə diqqəti cəlb edirdi. Çünki həmin metodun köməyi ilə qrup daxilindəki şəxsiyyətlərarası münasibətləri asanlıqla öyrənmək mümkündür. 30-cu illərdə Kutlevin əməkdaşları ilə birlikdə rəhbəri üslubu məsələlərinə dair bir sıra tədqiqatlar aparmışdır. Hansı ki, həmin tədqiqatlarda istehsalın müvəffəqiyyətlə idarə olunması üçün müxtəlif rəhbərlik üsullarının əhəmiyyəti aşkar edilmişdir. Lakin mahiyyət etibarilə Kutlevin öz tədqiqatlarında kiçik qrupları əsas olaraq götürürdü. Onun fikrincə cəmiyyətin öyrənilməsində kiçik qruplar model rolunu oynaya bilər. Yəni, buradan belə bəlli olur ki, cəmiyyət güya kiçik qrupların mexaniki yığımıdır. Levinin irəli sürdüyü sahə nəzəriyyəsi və qrup dinamikası gestalt psixologiya və behaviorizmin xüsusiyyətlərini özündə birləşdirirdi. Sahə nəzəriyyəsi ən çox cəmiyyətin davranışının mənbələrini aydınlaşdırmaqla əlaqədar idi. Levin behaviorizmin insan davranışını bəsit esir formulu ilə ifadə etməsilə razılaşmırdı. Onun fikrinə əsasən insan davranışı daha mürəkkəb formula ifadə edilməlidir və o insan davranışını B bərabərdir P və Y düsturu ilə ifadə etmişdir. B davranışı, P şəxsiyyəti, Y mühiti, E funksional asılılığı ifadə edir. Bu isə o deməkdir ki, şəxsiyyət robot kimi SR formulu üzrə fəaliyyət göstərmir, əksinə onun fəaliyyəti daha dinamik və daha dəyişkəndir. Sosial psixologiyanın eksperimental elm kimi formalaşdığı üçüncü dövrdə sosial psixologiyanın formalaşmasında bir çox müəlliflər 5 elmi mənbəni də aid edirdilər. Birinci Platon, Aristotel, Hobbes, Locke, Rousseau'nun sosial fəlsəfi təlimi, ikinci Lassalle, Steinthal-Wundt'un antropoloji araşdırmaları, üçüncü Darwin və Spencer'in təkamül təlimi, dördüncü Kant və Durkheim'in sosioloji baxışları, beşinci Feyerbach və Hegel'in fəlsəfi görüşləri olmuşdur. Sosial psixologiyanın eksperimental elmə çevrilməsi prosesi iki əsaslı tarixi hadisə ilə bağlı olmuşdur. Birinci, 20-ci əsrin 30-cu illərinə qədər sosial psixoloji fikrin mərkəzi Avropa sayılırdı. Lakin bu fikir 30-cu illərdən bir qədər dəyişməyə başladı. Amerika sosial psixologiyanın mərkəzinə çevrildi.
İkinci əsaslı tarixi hadisə sosial psixologiyada nəzəriyyələr, cərəyanların təşəkkül etməsi olmuşdur ki, hansı ki, onlar sosial psixologiyanın tarixində xüsusi yer tutan köklü nəzəriyyələr hesab olunurdu. Birinci cərəyan behaviorizm cərəyanıdır. Behaviorizmin tarixi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Edward Thorndike'ın heyvanlar üzərində apardığı tədqiqatlardan başlayıb. Lakin buna baxmayaraq, həmin cərəyanın nəzəri lideri John Watson hesab olunur. 1913-cü ildə Psixoloji Xəbərlər jurnalında Watsonun Psixologiya Behaviorizm onun necə görür adlı məqaləsi çap edildi. Hansı ki, həmin məqalədə stimul və reaksiya behaviorizmin əsas formulu olaraq götürülürdü. Behaviorizmin əsas müddəası nədən ibarət idi? Psixologiya güya şüuru deyil, davranışı öyrənir. Cərəyanın adı da məhz elə buradan götürülmüşdür. Behavior ingilis sözü olub, mənası davranış deməkdir. Psixologiyanın özünün əsas vəzifəsi isə yalnız müxtəlif şəraitdə davranışın qanunluqlarını, vücudla orqanizmin cavab hərəkətləri arasındakı asılılığı öyrənməkdən ibarət. Behavioristlərə görə davranış ancaq xarici stimullarla şərtlənən sekretor və əzələ reaksiyalarından təşkil olunmuşdur. Behaviorizmdə eyni zamanda bir sıra sosial-psixoloji problemlər də tədqiq olunmuşdur. Bunlar hansılardır? Sosial aqressiya və onun determinantları, sosial öyrənmənin yolları və onun metodları, şəxsiyyətlərarası qarşılıqlı təsirin texnologiyası və onu şərtləndirən amillər. Həmin dövrdə inkişaf edən digər bir cərəyan koqnitivizm cərəyanı idi. Koqnitiv bildiyimiz kimi latin sözü olub, mənası bilik, idrak deməkdir. Koqnitiv psixologiya 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində əmələ gəlmişdir. Onun əsas müddəasını belə idi ki, psixoloji proseslərin cərəyanında və insan davranışında biliklər, koqnitiv strukturlar həllici rola malikdir və bu baxımdan da koqnitiv psixologiya hafizə və təfəkkürün təhlilində biliklərin rolunu əsas olaraq götürürdü. Əgər behaviorizm reaksiya göstərən insan modelinə əsaslanırdısa, koqnitiv psixologiya düşünən insan modelindən əsaslanmış olur. Koqnitivizm cərəyanı çərçivəsində iki görkəmli Amerika psixoloqunun Kurt Lewin və Leon Festingerin də görüşləri baş tutmuşdur. Kurt Lewin qrup dinamikası, şəxsiyyət və qrupun qarşılıqlı təsiri, liderlik və rəhbərlik məsələləri, qrup daxili və qruplararası konfliktlərin həlli kimi aktual problemlər sahəsində bir sıra klassik tədqiqatlar aparmışdır. Leon Festinger isə insanın fərdi və sosial davranışının əsası kimi koqnitiv uyğunluq nəzəriyyəsinin formalaşmasında müəyyən edici rol oynamışdır. Sosial psixologiyanın eksperimental elm kimi inkişafı dövründə inkişaf edən digər bir cərəyan neofreydizm cərəyanı idi. Hansı ki, freydizm cərəyanı 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində əmələ gəlmişdir. Onun banisi Avstriya psixoloqu və psixiatrı Zigmund Freud idi. Freudun adı ilə cərəyan freydizm adlanırdı. Freud özü isə bu cərəyanı psixoanaliz adlandırırdı. Freud əvvəlcə praktik həkim nevropatoloq və psixiatr kimi fəaliyyətə başlamış, bir sıra maraqlı faktlar müəyyən etmiş, indi və hal-hazırda psixologiyada geniş işlənən müxtəlif anlayışlar və terminləri işlənmişdir. Məsələn, bunlara frustrasiya, identifikasiya və digərlərini qeyd edə bilərik. Neofreydizm Freudun ideyalarına söykənərək psixoanalitik prinsipləri sosial psixoloji praktikaya tətbiq etməyə və müxtəlif sosial psixoloji problemləri psixoanalizin paradigmaları əsasında izah etməyə başladı. Freydə görə qrupun əsasını emosional libidos rabitələr sistemi təşkil edir. Müasir psixologiyada daha iki nəzəriyyədə inkişaf etməyə başlamışdır. Simbolik interaksionizm və sosial konstruksionizm nəzəriyyələri. Simbolik interaksionizm insanın sosial davranışı haqqında sosioloji nəzəriyyələri ilk növbədə də məşhur Amerika filosofu, sosioloqu və psixoloqu Midin konsepsiyasına istinad edirdi. Simbolik interaksionizm isə başlıca məziyyəti özünə məxsus bir sıra simbolik vasitələr, bura nitq, jest, mimika və s. aid edir və ünsiyyət prosesində onların rolunu xüsusilə aydınlaşdırırdı. Simbolik interaksionizm çərçivəsində də davranışın rol nəzəriyyəsi daha ətraflı öyrənilmiş və insanın şəxsi norma və sərvətlərinin mənbəyi kimi referent qrupun xüsusiyyətləri araşdırılmışdır.
Çerkeğinin sosial konstruksionizm konsepsiyası isə 70-ci illərdə formalaşmışdır. Bu konsepsiyaya görə sosial psixologiya humanitar xarakterli bir elmdir. Sosial konstruksionizm insan münasibətləri praktikasının əxlaqi kontekstdə öyrənilməsinə böyük əhəmiyyət verirdi. Mövzumuz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.